Salam, hər vaxtınız xeyir əziz kanal izləyiciləri. Mən Aytə Çətanova. Bugün sizlərə 2-ci sinif Azərbaycan dil dərsi ilə növbəti mövzunu izah edəcəm. Mövzunu izah etməzdən əvvəl sizdən bir xahişim olacaq ki, siz də videonu baxandan sonra bəyənməyi və kanala abunə olmağı unutmayın. Və bir elanı da diqqətinizə çatdırım ki, onlayn hazırlıq qruplarına aşağıdakı nömrə ilə əlaqə saxlayaraq yazıla bilərsiniz. Hazırlıqlarımız həftədə 4 dəfə 90 dəqiqə olmaqla Azərbaycan dili və riyaziyyat fənni üzrə keçirilir. İndi isə keçirək mövzumuzun izahına. Mətni oxuyun, hadisələrin baş verdiyi yerə diqqət edin. Mətnimizin adı qeyri-adi begemot. Bugün çimərlik səs-küylü idi. Hippo hamıdan çox əylənirdi. Günəşin parlaq şüaları altında ilik suya tullanır, sevinclə atılıb düşürdü. Amma onun sevinci uzun sürmədi. O sudan çıxıb qumluqda uzanmaq istəyirdi. Bu zaman gözü bir elana sataşdı. Milçəkdən filə qədər hər kəs xəbərdar olsun. Axşam düşənə qədər hamı peyvənd olunsun. Elanı oxuyan Hippo qorxuya düşdü. Dostu Leyla onu sakitləşdirdi. Narahat olma, boş şeydir. Xəstəxanaya birlikdə gedərik. Hippo həyəcanla dedi. Yaman qorxuram. Yanımda dayanarsan. Əlbəttə. Hippo ilə Leyla birlikdə həkimin qəbuluna gəldilər. Hippo qorxudan ağappaq ağarmışdı. Həkim onu görüb təəccübləndi. İlk dəfədir ki, ağ begemot görürəm. Yoxsa iynədən qorxursan? Leyla tez cavab verdi. Xeyr, bu qeyri-adi begemotdur. O istədiyi vaxt boz və ya ağ olur. Həkim elə iynəni hazırlayırdı ki, Hippo otaqdan yox oldu. Hamı onu axtarırdı. Həkim narahat oldu. Təcili Hipponu tapmaq lazımdır. Hər tərəfi sarılıq xəstəliyi bürüyüb. Əgər peyvənd edilməsə, sarılıq tutar. İndi bizə tapşırıq adı demişdi. Mətni oxuyun və hadisələrin baş verdiyi yerə diqqət edin. Hadisələr harda baş verir? Məkan hara idi? Çimərlik. Əvvəlcə çimərlikdə idi, düzdür? Daha sonra hara getdilər onlar birlikdə? Əlbəttə ki, həkimin qəbuluna, xəstəxanaya. Deməli, ikinci məkanda haradır? Xəstəxana. İndi bizə burada suallar verir ki, 1. Həkimdən və ya iynədən qorxan dostunuzu siz necə sakitləşdirərdiniz? Biz ona deyə bilərik ki, dostum, burada qorxulası heç nə yoxdur. O sənin sağlığın üçün, sağlamlığın üçündür. Sən əgər o peyvəndi olmasan, o iynəni vurdurmasan, sən xəstələnə bilərsən. Xəstələnməməyin üçün də mən də sənin yanında gedirəm. İkimiz də gedirik. Birinci mən iynəni vurduracam, daha sonra sən də mənə baxarsan ki, heç qorxulu bir şey yoxdur. Sən də iynəni vurdurarsan. Hekayənin ardını təxmin edin. Sual 2. Sizcə bundan sonra hadisələr necə davam edəcək? Baxırıq ki, burada Hipponu tapa bilmirlər. Həkimin yanına çünki iynədən qorxub qaçıb da o. Hamı başlayır onu axtarmağa. Bizcə bundan sonra hadisələr necə olacaq? Dostları Hipponu axtarıb tapacaq və onlar onu, o həyəcanını, o qorxusunu necə deyərlər? Yox edəcəklər, ona qorxmamağı, cəsarətli olmağı öyrədəcəklər və Hippo da öz rənginə qayıdacaq. Daha sonra gedib iynəsini ağıllı-ağıllı vurduracaq. Özü də başa düşəcək ki, iynə vurdurmaq vacibdir və yaxud da belə də ola bilər. Bəzi uşaqlar belə də fikirləşə bilər ki, müəllimə, Hipponu onlar axtarıb tapa bilmirlər. Hippo sarılıq xəstəliyinə tutulur. O xəstələnir, görür ki, tək əlac iynə vurdurmaqdadır. Dostları onu axtaranda bir güc bəla ilə ortalığa çıxır və dostları onu köməklik eləyərək onu xəstəxanaya gətirirlər. Halsız olan Hippoya həkim iynəni tez vurur və bir neçə gündən sonra Hippo artıq sağalıb əvvəlki vəziyyətinə qayıtmağa başlar. Və yaxud da belə də deyə bilərik. Keçirik tapşırıq B-yə. Mətndə aşağıdakı fikirləri təsdiq edən cümlələri seçin.
Keçirdiyimiz hisslər rəngimizin dəyişməsinə səbəb olur. Baxın, bu birinci cümləni təsdiq edən mətndən cümlə odur ki, Hippo qorxuya düşdü, dostu Leylək onu sakitləşdirdi. Baxın, burada artıq qorxur. Yazıb ki, burada Hipponun qorxudan rəngi ağappaq ağarmışdı. Hippo keçirdiyi hissi nədir? Qorxu hissi. Qorxudan ağappaq ağarmışdı. Bəzən olur, balaca uşaqlar yalan danışanda üzləri qızarır, qulaqları qızarır. Niyə? Çünki onlar yalan danışırlar ona görə. Keçirik ikinciyə. Peyvənd insanları yoluxucu xəstəliklərdən qoruyur. Bəli, bu cümləni təsdiq edən cümləni mətndən seçməliyik. Baxın, təcili Hipponu tapmaq lazımdır. Hər tərəfi sarılıq xəstəliyi bürüyüb. Əgər peyvənd edilməsə, deməli peyvənd onu sarılıq xəstəliyindən qoruyacaq. Peyvənd edilməsə, sarılıq tutar. İndi gəlin sizə söz boğçasındakı sözləri izah edeyim. Söz boğçasında burada 4 dənə sözümüz var. Baxırıq ki, səs-küylü, əylənmək, parlaq, atılıb düşmək. Əylənmək nədir? Gəlin yazaq. Əylənmək. Əylənmək xoş vaxt keçirmək deməkdir. Xoş vaxt keçirdirsən. Deyirsən, gülürsən. Xoş vaxt keçirmək. Yəni istirahət eləyirsən, əyləndirici bir şeylə məşğul olursan, sevinirsən. Bu mənadadır. Hippoya baxın, görün necə əylənir. Hamıdan çox o əylənir. Sonra səs-küylü. Səs-küylü nə deməkdir bəs? Səs-küylü çox səs olan yerə deyirlər. Həddindən artıq tap-tup. Necə olur? Gürültü çox olur da orada. Məsələn, futbol yarışında qələbə qazananda necə sevinirlər orada azarkeşlər və yaxud da oyunu udanda və yaxud da dərsə cavab verəndə uşaqların hamısı bir yerdə necə musiqidə xorla oxuyanda. Bunların hamısı səs-küylüdür. Çox səs olan deməkdir. Çox səs olan. Daha sonra gəlirik, yazırıq parlaq. Parlaq nə deməkdir? Parlaq, parıldayan. Günəş necə parlaqdır, görürsünüz də özünüz. Parıldayan, işıq verən mənasında işlənir. Parıldayan, işıq verən. Bir də var idi, atılıb düşmək. Hippo görürsünüz necə sevincindən atılıb düşürdü. O da yenə əylənmək mənasındadır. Özü üçün, öz keyfində neynirdi? Əylənirdi. Atılıb düşmək də yenə o mənadadır ki, deyir, o sevinclə atılıb düşürdü. Yəni atılıb düşmək hoppanırsan, tullanırsan, bu mənada. Sevinclə hoppanmaq filan belə bu mənada. Sevinclə hoppanmaq, tullanmaq. Bu mənada. Keçirik növbətiyə. Bizə indi burada nə deyir? Deyir, nöqtələrin yerinə uyğun gələn sözləri yazmaqla cümlələri köçürdün. Hipponun rəngi ağarmışdı. Yazırıq. Ağarmışdı. Çünki o neynirdi? Qorxurdu. Hippo qorxu hissi keçirdirdi. Qorxu. Deməli, birinci olacaq ağarmışdı. Birinci olacaq ağarmışdı. Qorxudan rəngi ağarmışdı. İkinci olacaq qorxurdu. Üçüncü olacaq o qorxu hissi keçirdirdi.
Daha sonra keçirik bu birisi tərəfə. Həkim çox təəccübləndi. Niyə? Çünki bu elə beqomot görməmişdi o rəngdə. Təəccübləndi. Aha, çünki o ağ beqomot görməmişdi. Həkim təəccüb hissi keçirdirdi. Keçirik növbəti səhifəyə. Burada biz qayda keçəcəyik. Əlamət bildirən sözlərin mənaları. Əlamət bildirən sözlər necə, nə cür, hansı suallarına cavab verir? Bu suallara cavab verən sözlər əlamət bildirən sözlərdir. Məsələn, duzlu. Necə? Duzlu. Deməli, bu əlamət bir. Amma mən buraya yazsam kitab. Nə? Kitab. Artıq bu ad bildirən söz olacaq. Çünki ad bildirən sözlər kim, nə, hara suallarına cavab verir. Əlamət bildirən sözlərdə necə, nə cür, hansı suallarına cavab verir. Əgər siz əlamət bildirən sözləri tez tapmaq istəyirsinizsə, sadəcə olaraq sözlərə suallar vermək kifayət eləyir. Əlamət bildirən sözün 4 məna növü var. 4 məna növü var. Ölçü bildirənlər, forma bildirənlər, rəng bildirənlər, dad bildirənlər. Baxın, ölçü bildirənlərə əşyaların ölçüsü daxildir. Məsələn, böyük otaq. Necə otaq? Böyük. Burada əlamət bildirən söz böyükdür. Çünki otağın əlamətini bildirir və necə sualına cavab verir. Məsələn, kiçik uşaq. Necə uşaq? Kiçik uşaq. Uzun şalvar. Qısa ətək. Necə ətək? Qısa ətək. Bunlar ölçünü bildirir. Sonra forma. Formanı bildirən də yenə əşyanın formasını bildirir. Məsələn, masanın forması necə ola bilər? Dairəvi. Dairəvi masa. Necə masa? Dairəvi. Deməli, burada dairəvi sözü əlamət bildirən sözdür. Məsələn, əyri xət. Necə xət? Əyri xət. Bu xəttin əlamətidir. Məsələn, yumru şirniyyat. Necə şirniyyat? Yumru. Rəng bildirən sözlərdir. Yenə əlamət bildirən sözlərdir. Yaşıl, məsələn, ağ və s. Bir də dad bildirən sözlər. Məsələn, şirin tort. Necə tort? Şirin. Məsələn, turş alça. Necə alça? Turş. Bu da dad bildirir. Dediyim kimi ilə sözlərə suallar verərək siz asanlıqla əlamət bildirən sözləri tapa bilərsiniz. Verilmiş sözləri cədvəl üzrə qruplaşdırın. Gəlin yazaq ad bildirən, daha sonra əlamət, say bildirən və hərəkət bildirən. Gəlin indi isti. Sözlərə sual verərək biz tapacağıq. İsti. Necə isti? Deməli, bu əlamət bildirir. Böyük. Necə böyük? Daha sonra çimərlik. Hara? Çimərlik. Bax, deyirsən ki, çimərliyə gedirəm. Hara gedirəm? Çimərliyə. 2. Neçə? 2. Bu sayı bildirir. Zaten adından da bilirsən ki, saydır. Üzmək, nə etmək? Üzəndə hərəkət eləyirsən, deməli bu hərəkət bildirəcək. Günəşlənmək, nə etmək? Günəşlənmək, bu da hərəkət bildirir. Çox, sayı bildirir, miqdardır. Baxmaq, nə etmək? Baxmaq, bu da hərəkət bildirir. Daha sonra ağ, necə ağ? Bu rəng bildirən, əlamət bildirən sözdür. Təmiz otaq. Necə otaq? Təmiz, əlamət bildirir. Otaq. Nə? Otaq. Bu ad bildirən sözdür. Həkim. Kim? Həkim ad bildirir. Çünki kim, nə, hara suallarına cavab verən sözlər ad bildirən sözlərdir. Mavi. Əlamət bildirir, çünki rəngdir. Daha sonra su. Nə? Su. İşıqlı. Necə işıqlı? Məsələn, işıqlı balkon. Necə balkon? İşıqlı balkon. Sonra sağaltmaq. Məsələn, həkim xəstəni sağaltdı. Sağaltmaq, sağaldanda əlbəttə ki, hərəkət eləyir də. Nə etmək? Hərəkət etmək. Heyvanlar. Nə? Heyvanlar. 1. Bu da say bildirir.
Keçirik növbəti tapşırığa. Qeyri-adi begemot mətninə aid şəkillərə baxın, çimərlik və həkimin otağını təsvir edin. Təsvir üçün A tapşırığında verilmiş sözlərdən istifadə edə bilərsiniz. Baxın, çimərliyi bir də həkimin otağını təsvir etməliyik və bu sözlərdən istifadə edə bilərik. Gəlin baxaq. Əvvəlcə çimərliyə baxırıq. Çimərlik. Necə yaza bilərik? Məsələn, yazırıq ki, çimərlik səs-küylü idi. Necə idi? Səs-küylü. Deməli, əlamət bildirən söz burada səs-küylü olması idi. Dəniz mavi rəngdə idi. Mavi rəng. Mavi burada əlamət bildirir. Və yaxud da yaza bilərik, dəniz dalğalı idi. Günəş yazırıq. Günəş parlaq işıqlarını, necə işıqlarını? Parlaq işıqlarını ətrafa saçırdı. Hava, baxın orada bayaq söz var idi, isti sözü. Yazırıq. Hava çox sözü də var idi. Çox isti idi. Biz əlamət bildirən sözlərdən istifadə edərək, baxın, əlamət bildirir, əlamət bildirir, əlamət bildirir, əlamət bildirir. Təsvir eləməliyik. Keçirik indi həkimin otağına. Baxırıq ki, həkimin otağı yazırıq. Həkimin otağı çox böyük idi. O otağını maraqlı şəkillərlə bəzəmişdi. Onun otağı işıqlı idi. Belə bunlarla burada böyük, burada maraqlı, burada da işıqlı. Bu otaqları da təsvir etmiş olduq. Həmçinin yaza bilərik ki, işıqlı və təmiz idi. Davam edirik növbəti tapşırıqla. Əlamət bildirən sözləri oxuyun. Əlamətlərə uyğun meyvənin adını yazın. Kiçik, oval, sarı, turş. Nə ola bilər? Limon. Balaca, yumru, narıncı, turş təhər. Bu hansı meyvə ola bilər sizcə? Balacadır, yumrudur, narıncıdır, bir də turş təhər. Mən eşidirəm ki, orada mandalin deyənlər var. Mandarin deyənlər və yaxud da naringi də ola bilər. Naringi, mandarin. Keçirik növbəti. Qabığı yaşıl, zolaqlı olsun, içi qırmızı olsun. Yayın ən sevimli meyvəsi qarpız. Keçirik növbəti. Hər bir əlamətə uyğun ad bildirən 3 söz yazın. Ad bildirən söz kim, nə, hara suallarına cavab verir. İndi biz birinci qrup. Qalın sözünə 3 dənə ad bildirən söz yazmalıyıq. Məsələn, qalın kofta, qalın kitab, qalın nə ola bilər başqa? Qalın palto. Keçirik. Acı biber. Necə biber? Acı. Nə? Biber. Acı meyvə.
Acı, tərəvəz. Acı, məsələn, içki. Acı, dərman. Gəlin bunu meyvənin yerinə dərman yazaq. Acı, dərman. İri heyvan. Necə heyvan? İri. Nə heyvan? İri otaq. İri maşın. Qəhvəyi çanta. Qələm. Sonra qəhvəyi başqa nə deyə bilərik? Qapı. Keçirik növbəti ikinci qrupa. Yumru, top. Yumru, məsələn, yumru, konfet. Yumru, stol. Keçirik sıx. Məsələn, sıx nə deyə bilərik? Fikirləşək biraz. Sıx. Sıx göyərti. Sonra sıx. Məsələn, paltar da deyə bilərik. Başqa nə deyə bilərik? Aha. Məsələn, sıx meşə, sıx tıxac. Bunları da əlavə edə bilərik. Narıncı, narıncı, portağal. Narıncı don. Narıncı, məsələn, pərdə. Sonra şirin, şirin tort. Nə? Tort. Şirin meyvə. Şirin su. Sonra keçirik növbətiyə. Yaşıl ot. Yaşıl maşın. Yaşıl, məsələn, nə deyə bilərik? Bayraq. Sonra keçirik hündür bina. Hündür təpə. Hündür başqa nə deyək bəs? Fikirləşək biraz. Hündür, məsələn, ağac ola bilər. Hündür hasar ola bilər. Hündür dirək ola bilər. Kim hansını istəsə onu yaza bilər. Duzlu yemək. Duzlu nə deyək? Duzlu su. Duzlu kökə. Sonra əyri, əyri xət. Əyri, məsələn, stul. Əyri yol. Sonra əyri, məsələn, diş. Ola bilər də. Keçirik axırıncı sıramıza. Turş meyvə. Turş alça. Turş. Sonra nə deyək? Turşa, turş, məsələn, alma da ola bilər. Burada meyvə adları. Ancaq yeməli şeylərin adını çəkməliyik də. Turş, məsələn, nar da ola bilər. Hansının ürəyi istəsə onu. Mavi bulut. Mavi dəniz. Mavi qələm. Sonra xırda. Xırda, məsələn, oyuncaq ola bilər. Yazırıq xırda. İynə. Xırda daş. Xırda, məsələn, oyuncaq. Xırda heyvan. Məsələn, dairəvi. Dairəviyə nə yazacağıq indi?
dairəvi masa, dairəvi masa, dairəvi məsələn fiqur, dairəvi məsələn nə yazaq? Pəncərə. Olar da dairəvi pəncərə də olur. Belə əziz kanal izləyiciləri, bugünlük bu qədər. Növbəti video izahlarda görüşmək ümidi ilə. Sağ olun, salamat qalın. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Zəhmət olmasın.